Üzeyir Hacıbəyli, müəllimə. Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın. Müəllimə özü rus, şagirdlər müsəlman. Əvvəl gün dərs otağına girdikdə uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və əmbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının zəfəran, mixək, darçın, hil kimi qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyinə qatışıb, onsuz da 50-yə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bəttər etmişdi. Heç süpürülməmiş və yayın ki, süpürülən kimi zibillənmiş olan döşəmənin üzündə toz torpaq, yeyinti qırığı, uşaqların əyni başı cırıq-cırıq, başlarında yekə-yekə papaq və çirkli yaylıq müəllimənin təmizliyə öyrənmiş olan gözlərini incidirdi. Səs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binəvanın musiqiyə öyrənmiş qulağına çox fəna təsir edirdi. Mən buna dözə bilmərəm deyib, müəllimə istədi ki, çıxıb getsin. Lakin qalmağa məcbur idi, yoxsa gələcək ümidləri zay ola bilərdi. Dərsə başladı. Uşaqlar rus dilini bilmir, bu dediyini onlar dediyini bu anlamırdı. O idi ki, klassda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hər nə deyirdisə, uşaqlar öz bildiklərini edirdilər. Belə pərişan və qat-qarışıq bir mənzərə içində bir şey müəllimənin diqqətini cəlb etdi. Uşaqlardan küncdə oturan bir nəfəri bu nizamsızlığa heç qarışmayıb, dinməz söyləməz oturub kamali ədəblə dərsə qulaq asırdı. Əyninə baxdıqda bu bir kasıb balası idi. Amma üzündə nəcabət asarı var idi. Bundan heç bir nalayiq hərəkət baş vermirdi. Sözsüzdür ki, bütün klasın içində müəllimənin xoşu gələn bir şagird var idisə, həmin bu Əli Səfdər idi. Özü də yoldaşlarından rusca çox bilirdi və yaxşı xətti ilə yazırdı. Allahın altında bunun əyni başı düzəlmiş olaydı deyib, müəllimə hətta bu fikirdə oldu ki, Əli Səfdərə paltar tədarükü görsün. Amma o biri uşaqlar müəlliməni çox incidirdilər. Özləri də klassda papaqlı otururdular. Bu saat papaqlarınızı çıxarın deyib, müəllimə uşaqların üstünə qışqırdı. Onun əmrini anlayanlar papaqlarını çıxartdılar. Anlamayanlar da o birilərinə baxıb başlarını açdılar. Lakin burada bir şey müəlliməni heyran qoydu. Onun dostu Əli Səfdər papaqlı oturmuşdu. Müəllimə təəccüblə ona baxıb, sən də papağını çıxart dedi. Lakin o heç tərpənmədi, ancaq qıpqırmızı qızardı. Şagirdlər səslərini kəsib, bütün diqqətlərini bu fəqərəyə cəlb etdilər. Klassda dərin bir sükut əmələ gəldi. Müəllimə dost tutduğu şagirdin bu itaətsizliyindən qəlbi sınmış halda ona tərəf gedib, öz əli ilə onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılar ki, az qaldı otaq dağılsın. Müəllimə bila ixtiyar geri çəkildi və az qaldı ki, özündən getsin. Lakin ona əsər edən uşaqların vəhşi qışqırığı deyildi. Bəs nə idi? Əli Səfdərin başı keçəl idi.